Salam əziz izləyicilərim, hər birinizi kanalımda xoş gördüm. Bugün mən sizə əziz izləyicilərim, telefon necə format edilir, Xiaomi'lərdə, Poco'larda, Redmi'lərdə, Note seriyalarında, A və yaxud C seriyalarda, yəni Xiaomi'nin alt markalarında olan telefonlarda necə format verilir, onu öyrədəcəm. Yəni video belə deyək, bəzilərinin anlayışı ola bilər və yaxud bəzilərinin anlayışı olmaya bilər. Mən bunu anlayışı olmayan dostlar üçün, qardaşlar üçün çəkirəm, ana bacılar üçün çəkirəm. Çünki çox insan telefonu format edilmədən ötürü telefonu söndürür, aydandan yenidən format edir. Yəni bu hal telefon əgər belə deyək, şifrəni bilirsinizsə, sizin format etdikdən sonra sizin telefona proqram yazılmalıdır. Yəni telefonun öz yaddaşı yazılmır yenə. Yəni telefon ustasına siz gedib müraciət eləmirsiniz ki, telefonum xarab oldu və yaxud bu halla qarşılaşmışam demirsiniz. Bu yəni asan bir şeydir, ancaq bəzilərinə inanıram ki, hələ də bu üsulu bilmir. Bunun üçün biz Xiaomi'lərdə, yəni bu şesterlə ayarlar bölməsinə gəlirik. Burada gəldikdən sonra əziz izləyicilərim, telefon haqqında, yəni birinci səhifədə, yəni birinci kanalda da belə deyək, burada telefon haqqında bir dəfə klikləyirik. Kliklədikdən sonra önümüzə açılan səhifədə telefonumuzun əməliyyat sistemi, yaddaşı, Android versiyası, OS versiyası, sonra belə deyək, ətraflı məlumatlar var, telefonun sertifikasiyası var, sonra dəstək var. Telefonunuzu belə deyək, format etdikdən sonra yedəkləyib yenidən başqa telefona yazmaq, yəni üsulu da var. Yəni kompüterə və yaxud yeni bir telefonunuz varsa ona da. Bunu mən yedəklə və bərpa etib, gələn kanal, yəni önümüzə gələn videolarda sizə göstərəcəm. Telefon necə format edilir? Burada fabrik tənzimləmələrinə qaid var, yəni sertifikasiyadan yuxarı. Burada fabrik tənzimləmələrinə qaydanda bizə bildirir ki, fabrik tənzimləmələrinə qaydanda aşağıdakı elementlər silinəcək. Kontaktlar, şəkillər, videolar, tətbiqlər, hesablar, yedəkləmələr, SD kartlı məlumatları, bu cihazda digər elementlər, yəni oyunlarınız, həmçinin sizin şəxsi dokumentləriniz, hər şey yenidən sıfırlanacaq. Yəni telefon, belə deyim sizə, telefon necə almışsınızsa, yəni mağazadan yeni şəkildə, elə telefon əlinizdə olacaq. Yəni telefonda belə deyim də sizə, klavişinizi dəyişmişsə klaviş, ekran görüntüsü gedəcək, sonra kamera ayarlarınız gedəcək, sosial şəbəkələriniz itəcək, silinəcək. Yəni bu şəkildə. Yəni bütün məlumatları sil vurduqdan sonra, yəni mən telefonumda bunu etmək istəmirəm. Vurduqdan sonra sizin telefon yenidən başladılır, format atılır, sonradan da siz belə deyək, format atdıqdan sonra sizin telefonunuz olur çiçək kimi. Bəli, bu qədər izləyicilər. Bir videonun da sonuna gəlib çatdıq. Ümid edirəm sizin üçün faydalı bir video oldu. Yəni mən sizə bu videoda necə format atılır onu göstərdim. Çox asandır. Ayarları girdikdən sonra fabrik tənzimləmələrində bu Xiaomi'lərə aiddir. Xiaomi'lər Samsungda başqa yerdədir. Ola bilər onda telefon haqqında olmasın, ən aşağı bölümdə olsun. Yəni bu qədər əziz izləyicilər. Əgər video sizin xoşunuza gəldisə, bəyəndisə, zəhmət olmasa kanala abunə olub, bəyənməyi, rəy yazmağı unutmayın. Oldu, çox sağ olun.